Həvarilərin işləri 26-cı fəsil. Agrippa Paula dedi, özünü müdafiə edə bilərsən. Onda Paul əl hərəkəti ilə özünü müdafiəyə başladı. Padşah Agrippa, Yahudilərin məni ittihamlandırdığı hər şeyə görə, bugün sənin huzurunda özümü müdafiə edəcəyim üçün özümü xoşbəxt sayıram. Çünki bütün Yahudi adət-ənənələrinə və mübahisələrinə yaxşı bələdsən. Ona görə rica eləyirəm, mənə səbirlə qulaq as. Bütün Yahudilər bilir ki, əzəldən, lap cavanlığımdan bəri həm öz elimdə, həm də Yerusəlimdə necə həyat sürmüşəm. Məni əvvəldən tanıyırlar. Bilirlər ki, keçmişdə dinimizin ən ciddi təriqəti olan Farisey təriqətinə necə bağlı yaşayırdım. İstəsələr, bu barədə şəhadət eləyə bilərlər. İndi isə Allahın ata-babalarımıza verdiyi vədin həyata keçməsinə ümid bağladığım üçün burada dayanıb mühakimə olunuram. Xalqımızın 12 qəbiləsi də gecə-gündüz Allaha sidq ürəkdən ibadət eləyə-eləyə həmin şeyə ümid bəsləyir. Ey padşah, Yəhudilər məni bu ümidə görə ittiham eləyirlər. Niyə Allahın ölüləri diriltməsi aranızda inanılmaz bir şey sayılır? Doğrusu, mən buna əmin olmuşdum ki, Nazaretli İsa'nın adı əleyhinə əlimdən gələni eləməliyəm. Yerusəlimdə də bunu eləyirdim. Başçı kahinlərdən aldığım səlahiyyətə əsasən nə qədər müqəddəsi zindanlara saldırdım və edam olunanda onların əleyhinə səs verdim. Bütün sinagogları gəzib dolaşaraq onları tez-tez cəzalandırır, öz etiqadlarına küfr eləməyə məcbur eləyirdim. Mən elə dəli olmuşdum ki, onları ölkə xaricində olan şəhərlərdə belə təqib eləyirdim. Bu iş üçün başçı kahinlərdən aldığım səlahiyyət və tapşırıqlarla Dəməşqə tərəf yola çıxdım. Ey padşah, günorta vaxtı yol gedirdim ki, göydən məni və yoldaşlarımı hər tərəfdən nurlandıran günəşdən daha parlaq bir işıq gördüm. Hamımız yerə yıxıldıq. Bir səsin mənə İbrani dilində dediyini eşitdim. Şaul, Şaul, niyə məni təqib eləyirsən? Bizin ucuna təpik vurmaq sənə zərər verər. Mən dedim, ey ağam, sən kimsən? Rəbb cavab verdi. Mən sənin təqib elədiyin İsa'yam. Qalx ayağa və dur. Mən ona görə sənə göründüm ki, səni xidmətçi və haqqımda gördüyün, sənə göstərəcəyim şeylərin şahidi olmağa təyin eləyim. Səni öz xalqından, həm də başqa millətlərin əlindən qurtaracağam. Səni o millətlərin yanına göndərirəm ki, onların gözlərini açıb qaranlıqdan işığa, şeytanın hakimiyyətindən Allaha tərəf döndərəsən. Belə ki, onlar günahlarının bağışlanmasına və mənə iman eləməklə təqdis olunanlar arasında irsə nail olsunlar. Buna görə mən, ey padşah Agrippa, bu səmavi görüntüyə itayətsizlik eləmədim. Əvvəlcə Dəməşqin, sonra Yerusəlimin və bütün Yahudiya bölgəsinin əhalisini, başqa millətləri də tövbə eləyib, Allaha tərəf dönməyə və bu tövbəyə uyğun tərzdə iş görməyə çağırdım. Yəhudilər buna görə məni məbəddə tutub öldürməyə cəhd göstərirdilər. Amma bugünə qədər Allah mənim dayağımda durdu və bunun sayəsində burada durub böyüdən kiçiyə qədər hamıya şəhadət eləyirəm. Mənim dediklərim peyğəmbərlərin və Musanın əvvəlcədən xəbər verdiyi hadisələrdən başqa bir şey deyil. Onlar bildirib ki, Məsih əzab çəkəcək və ölümdən dirilənlərin birincisi olacaq, həm öz xalqına, həm də başqa millətlərə nur doğduğunu elan eləyəcək. Paul özünü bu cür müdafiə eləyəndə Fest bərkdən dedi. Paul, dəlilik eləyirsən, çox oxumaqdan başın xarab olub. Paul dedi. Hörmətli Fest, mən dəlilik eləmirəm, həqiqəti və ağla batan sözləri danışıram. Padşahın bu barədə məlumatı olduğu üçün onunla cəsarətlə danışıram. Əminəm ki, olanların heç biri padşahın nəzərindən qaçmayıb. Çünki bu işlər künc-bucaqda görülən işlər deyil. Padşah Agrippa, sən peyğəmbərlərə inanırsanmı? Bilirəm ki, inanırsan. Agrippa Paula dedi. Bu az müddətdə məni də inandıraraq məsihçi eləyəcəksən? Paul dedi. İstər az, istər çox müddət olsun. Allahdan istəyirəm ki, təkcə sən yox, bugün mənə qulaq asan hər bir adam bu zəncirlərdən başqa mənim kimi olsun. Sonra padşah, vali, Berniki və onlarla birlikdə oturanlar qalxdılar. Bayra çıxanda aralarında belə danışdılar.
Bu adam ölmək yaxud həbsə layiq bir iş eləmir. Agrippa da Festə dedi. Bu adam Qeysərin məhkəməsinə müraciət eləmək istəməsəydi, azad edilə bilərdi.